Hər kəsən bir şey üçün gəlir bu dünyaya, aşiqlərdən başqa. Aşiqlər düz yerlərinə gəlirlər də, dünyanı eşqdən yaradıb axı. Bir də aşiqlər düz yerinə gəliblər. Qalanı gəlib bura o şeyi almaq istəyir dünyadan ki, dünya onun üçün nəzərdə tutulmayıb. Və onu almaq istəyən insanlar nakam gedirlər bu dünyadan. Kam ala bilmirlər. Məsəl üçün də gəlib indi bu, mən dediyim daim budur ki, bu kağız buraxan cihazdır, aparatdır. Ondan kağız istehsal edir. Biri gəlib daş çıxartmaq istəyir oradan, biri gəlib dəmir çıxartmaq istəyir oradan, biri tamam başqa. Yəni, bunu kağızdan başqa heç istehsal eləmir. Bunu anlayan adam bu dünyada kama çatır. Yox, o ki çalışır, tamam başqa istəklərin ardıcan gəlir. Bu dünya o çərçivələr içində nəzərdə tutulmayıb, Nizaminin sözü. Və məqsəd də elə budur. Yəni, sən bir belə zövqün içərisində yaşasan, gördüyün insanlardan, xoş ünsiyyətdən, sonra Allahın yaratdığı neymətlərdən, bu gözəlliklərdən istifadə eləsən, onları pozmadan, digər insanların da onlardan istifadə etməsinə şərait yaratsan. Əsas məsələ budur. Şərait yaradırıqmı? Öz azadlığınla başqalarının azadlığına qəsd eləməsən, əlində olanın kifayət olduğunu görüb, ətrafından bölüşsən, evindən, ailənlə bütövləşsən, birləşsən, insanlara etibar eləsən, hətta bir müddət əziyyət görsən, belə etibarı davam elətdirsən, sən bu dünyada o Nizaminin dediyi o cihazdan öz istədiyi almış, dünyadan getmiş insan olacaqsan. Ümumiyyətlə istədiyinizi almısınız bu həyatdan? Mən bugün ölsəm, yəni indi ölsəm, uf demərəm ana. Çünki bir insan nə edə bilərsə həyatdan, nə zövq ala bilər. Düzdür, almaq istədiklərim də çoxdur, yaşamaq istədiklərim də çoxdur, arzularım da çoxdur. Amma bugün ölsəm uf demərəm. Bu qədər deyə bilərəm.